Relyefi. Şimali Amerika üçün dedik, qərb üçün dağlıq, eləmi? Mərkəzdə necədir? Qərbində dağlar, mərkəzində düzənliklər. Ay sağ ol. Bir də qərbdə ən hündür dağ sistemi hansı idi? Və Kordilyer dağları. Bəli, Kordilyer. Onlar Sakit Okean sahili boyunca nə qədər uzanır? 7000 kilometrə qədər uzanır. Hansı ölkələrə düşür? ABŞ-a düşür, müəllim. Kanadaya da düşür, ABŞ-a da düşür, Meksikaya da düşür. Ay sağ ol. Aha, onlara düşür. Sonra burada ən hündür yeri haraydı Ceyhun? Şimali Amerikanın ən yüksək zirvəsi. Demək, McKinley zirvəsi. Bəli, neçədir? Hündürlük nədir? 6194. Və ən alçaq nöqtə? Ən alçaq nöqtədə müəllim, ölüm dərəsi, o da aşağıdadır. Bəli, mənfi nə qədərdir? Mənfi 86. 86, bəli. Kordilyer dağının mərkəzi qərb və şərq hissələrindən deməli artıq 3 hissədən ibarətdir, eləmi? Deməli. Orada həmçinin Sakit Okean nəyə yerləşir? Odlu halqası. Sakit Okean odlu qövsü yerləşir. Sonra bunlar da dedik, nədir? Şimali Amerikanın cəmində Kordilyer dağları deməli daralır və Sierra Madre, eləmi? Adlanır. Sonra burada vulkanlar var. Nədir adları? Burada müəllim. Orizaba. Bəli, Orizaba var. Kolima. Sonra Taxumulko. Mamotombo. Momotabo. Adlar biraz qərizdir. Amma çalış yadda saxla. Bir də burada Böyük Kanyon var Ceyhun. O hardadır Böyük Kanyon? Böyük Kanyon. Şimalda müəllim. Kaliforniya və Colorado çayı üzərindədir. Bəli, dünyanın Böyük Kanyonu yerləşir. Ən dərin kanyondur da bu. Bəli. Deməli, sonra materikin dediyi şərq hissəsində də hansı qədim dağ yerləşir? Materikin şərqində Appalaç. Appalaç dağlar, bəli. Ən yüksək zirvəsi? Appalaç dağlar Mitchell 2037. Bəli. Dağlar gürcü parçalanmaya məruz qalır. Eləm zəngin, faydalı, qazıntıya da malikdir. Ən məşhur faydalı qazıntı hansıdır? Nə ilə tanınır? Appalaçda nə var? Nə ehtiyatları var? Daş kömür. Daş kömürdür da orada. Daş kömür ehtiyatları var. Sonra onun platformanın qalxan hissəsində labrador yarımadası böyük göllərin sahilində dəmir filiz yataqları da mövcuddur. Vardır da. Bir də burada deməli böyük göllər var, eləmi? Atabaska, sonra hansılar deyə bilərik? Ceyhun. Böyük göllər şimaldakılar müəllim. Şimaldakılar. Şimaldakı göl, Böyük Ay gölü, Böyük Qul. Atabaska, eləmi? Yer gölü. Bir də orada şəlalə qaldı. Hansı şəlalə var? Gürsəsli. Gürsəsli, yox. Yadımdan çıxdı, Niagara. Niagara. Bəli. Ən hündür şəlalə hansıydı? Angel mənim. Cənubi Amerikada, eləmi? Cənubi Amerikada, bəli. Hündürlük? Hündürlüyünü bilmirəm. Nə qədər Gülşən hündürlük? Yazmışdım onu deyəsən. Yazdırmışdım da. 1000? Yadımdan çıxıbdı. 1054'dür da. Prosta hündürlüyünü yazmamışdım. 1054 metr. 1054 metr hündürlük. Orinoco çayı üzərində də demədim. Venezuela ərazisi Orinoco çayı üzərində. Angel şəlaləsi, bəli. O da orada onu kəşf edən pilotdur da, eləmi? Onun adı ilə adı. Bəli, ən hündür şəlalə 1054 metr yazın. Hündürlük yaddan çıxmasın. Yazdım mən. Bəli. Sonra gəlirik Cənubi Amerikaya. Cənubi Amerikada dünyanın ağciyərləri olan nə yerləşir? Ant dağları. Yox, Amazon meşələri. Amazon meşələri. Müəllim, Amazon. Mən onu soruşurum Ceyhun. Bəli, Ant dağları da buradadır. Elə bir Kordilyerin davamı olaraq, eləmi? Bir də Amazon adda başqa nə var relyef forması? Amazon ovalığı var. Bəli, bir də Amazon nəyi? Çay. Ay sağ ol. Dünyanın ən Amazon çayı da var, bəli. Bolsulu çayıdır da, eləmi Amazon? Hə. Düzdür. Sonra burada deməli altiplanolar var. Elə o nə idi? Altiplano.
Altiplano neydi? Bolivya, Çili ərazisində yüksək nələrdir? Yaylalar, eləmi? Altiplanolar. Onlar da deyir, davamlı bitkilər də örtülmüşdür. Sura. Deməli. Bir də subduksiya nə idi dedik? Subduksiya nədir? Subduksiya zonası. Nazca tavası məsəl üçün gəlir, Cənubi Amerika tavanı arasında belə deyək də altına girir, sürüncür. Sürüşərək, eləmi? Ant dağları Nazca və Cənubi Amerika litosfer tavasının sərhədində yaranmışdır, amma onun nəticəsində. Bəli. Bəli. Bu da deməli Sakit Okean odlu həlqəsində dedik. Ant dağlarının ən yüksək zirvəsi Aconcagua. aha, Aconcagua. O da 6960. Bəli. Orada bir də Chimborazo və hansı vulkan idi? Chimborazo, Cotopaxi. Paxi, aha. Ant dağların sözün mənası nə idi? Ceyhun. Ant dağları. Nə idi Gülşən? Demişdim sənə keçən dəfə. Rənginə görə. Rəngi necə olurdu? Necə dağlar? Rəngi qırmızı. Qırmızı da, misdir də, mis qurşağı. Ant dağları mis dağlarda, orada mis ehtiyatı olduğu üçün rəngi də o şəkildə olur. Bəli. Sonra Çili, Perunun iqtisadiyyatında xüsusi rolu var. Eləmi? Mis ehtiyatlarının burada yerləşir. Bəli. Sonra burada deməli Cənubi Amerikada yassı yayla, ovalıq plato, bunlar da var, eləmi? Platolar. Aha, ovalıqlar hansılardır? Amazon. Braziliya yayladır. O Braziliyadan yayladır. Amazon ovalığı. La Plata ovalığı. Bəli. Orinoco, eləmi? Və Orinoco, Patagonya o yayladır. Aha. Patagonya. Amazonla Parana, Orinoco. Patagonya yayladır mənim. Patagonya səhralıq. Yüksəklik, elə bil ki, yüksəklik və palatolarda üstünü təşkil etdiyi regiondur bunlar. Yüksəklikdə yayla tam getmir. Yayla nədir? Yüksəklikdən hündür olanlardır da, eləmi? Bəli. Bunlar düzənlikdən biraz yüksək, düzənlikdən biraz hündür olanlar yüksəklik adlanır Patagonyalar. Tepular nə idi? Tepular da var burada. Hündürlüyü Şeylər, dağlar 800-dən, Masavari dediyi Masavari dağlar, bəli, 800-dən 1800-ə qədərdir. Onlar Qiviyana yaylasında yerləşir, Venezuelada, eləmi? Sonra burada deməli Kəllə qənd də vardı, o da buradaydı, eləmi? Kəllə qənd müəllim, qədimdən qalan parçalanmış. Braziliyada da o kəllə qənd formasında olur. Bu da 300 metrdir. Ən hündürlüyü 800-dən 1800-dür Tepo, eləmi? Amma kəllə qənd 300 metrdir.